Bu manipulyasiyadır, yoxsa kömək çağırışıdır? Araşdırırıq. Uşaqların böyükləri həqiqətən manipulyasiya edəcək qədər inkişaf etmiş düşüncəsi olmur. Eyni zamanda onlar istənilən ünsiyyət formasını mükəmməl şəkildə təqlid edə bilirlər. Əgər uşağın istədiyinə nail olmaq üçün teatr kimi ağladığını görsəniz, boş vaxtınızda bunu analiz etməyə çalışın. Bəlkə də onunla ünsiyyətdə siz özünüz də istədiyiniz davranışı əldə etmək üçün manipulyasiyadan istifadə edirsiniz. Məsələn, o barmağından qan verməkdən qorxanda onu utandırırsınız. Belə saxta manipulyasiyanın arxasında nə dura bilər? Tutaq ki, uşaq həqiqətən də çox pərt olub, hətta qəzəblənib rədd cavabı alanda. Amma böyüklər qəzəbi təhlükə kimi görür və uşağı əsəbləşməyi qadağan edirlər. O zaman o qəzəbini daha qəbul olunan bir formaya, məsələn, göz yaşlarına çevirir. İndi o, valideynlərinin gözündə artıq aqressor deyil, qurban olur. Əgər valideynlər bu təzyiqə tab gətirməyi uşağın istədiyini edirlərsə, uşaq tez başa düşür ki, bu işləyən bir sxemdir və onu təkrar-təkrar istifadə edəcək. Bu dövrəni necə qırmaq olar? Uşağa hisslərini birbaşa ifadə etməyə kömək edin. Bu hisslərə dözməyi öyrənin sərhədləri dəyişmədən. Məsələn, görürəm ki, çox əsəbləşmisən, qışqırırsan, əllərini yelləyirsən. İntonasiya ilə vurğulayın ki, onun içində necə güclü bir qəzəb olduğunu çox yaxşı başa düşürsünüz. Sən bu oyuncağı indi almaq istəyirsən, amma mən icazə vermirəm. Onu gələcək alış-veriş siyahısına əlavə edə bilərik. Amma indi evə getməliyik.